Bu iş mənə çox şey verdi. Həyat təcrübəsi verdi. Bayaq mən dediyim qaydada mən ali məktəb qurtarmasam da çox böyük mənə dostluqlar verdi. Çox böyük ətraf verdi. Ümid etmirəm ki, bu iş məndən nəyisə aldı. Düzdür, bu iş mənim əsəblərimi pozdu. Bu iş mənim gərginliklər çox yaratdı. Çünki bayaq dediyim qaydada komandam yox idi, sıfırdan məsuliyyətli olmaq. Bu iş belə deyək ki, mən sizi inandırım ki, mən 11-ci sinifi bitirdikdə mənim sinif yoldaşlarım belə deyək də dincəldikləri təqdirdə, istirahət elədikləri təqdirdə, mənim yaşıdlarım istirahət elədiyi təqdirdə, həmən dövrdə mən 7-24 işləyirdim. O vaxt mənə adını çəkməyəcəm, bir idarə var idi, sağ olsunlar, yaxşı işlər verirdi. Mənə zəng eləyirdi ki, mən artıq inandırım heç ofisim olmadığı təqdirdə o qədər yorulurdum ki, mən 11-də yatırdım, mənə zəng eləyirdi ki, mən deyirdim ki, mən gecə saat 3-dən durmalıyam. Misal üçün 50-dən avtobus travel şirkəti işləyib, 30-dən avtobus naziri işləyib, hər hansısa 20-dən avtobus. Günə mən 70-80 avtobus verirdim, hər günə. Özümün təsəvvür eləyin ki, Aytən xanım, 3 dənə avtobusum olduğu təqdirdə mən ölkədə avtobusu mən təmin eləyirdim.